Mukaçeva, Qərbi Ukraynada yerləşən və münaqişədən qaçan insanlar üçün təhlükəsiz bir sığınacaq rolunu oynayan bir şəhərdir. Burada könüllülər humanitar yardım, təxliyə və məskunlaşma kimi sahələrdə fəaliyyət göstərirlər. Əli Hacıyev 8 ildir ki, Mukaçeva şəhərində yaşayır və kiçik bizneslə məşğuldur. O bildirib ki, müharibə başlayandan bəri Azərbaycan diasporunun dəstəyi ilə bir çox humanitar aksiyalarda iştirak ediblər. Müharibə dönəmində təbii ki, bizim Ukrayna ordusuna vaxtaşırı olaraq yardımlarımız olub, istər ərzaq təminatı ilə bağlı, istər isti-geyim ilə bağlı. Hazırda da o yardımlarımız yenə də davam edir və bizim burada bu yardımları etmədə, yəni bizə dəstək göstərən Ukraynadakı Zakarpatya oblastında, Zakarpatska oblastda Azərbaycan Konqresinin də böyük əməyi olmuşdur, böyük dəstəyi olmuşdur və onların sayəsində biz bu yardımları eləyirik. Bizim Ukrayna xalqı ilə çox yaxşı münasibətlərimiz var. Bu tarixən də belə olub. Ən azından belə götürəndə, yəni ən azından burada yaşayan Azərbaycanlılar da bilir ki, bu xalqda şovinizm yoxdur və bizə qarşı çox isti münasibət var. Bizim də söhbətində Əli Hacıyev müharibənin biznes sahəsində yaratdığı çətinliklərdən də danışıb. Bəli, əvvəlki vəziyyətdə, yəni müharibədən əvvəlki vəziyyətdə bizim Azərbaycana, ailəmizə, yəni sevdiklərimizə çox böyük yardımlarımız olurdu, yəni buradakı biznes fəaliyyəti ilə bağlı. Amma müharibədən sonraki dövrdə təbii ki, bu istər-istəməz azaldı, bizim biznesə təsir elədi və hazırda düzdür, cüzi miqdarda da olsa yardımlarımız, köməklərimiz dəyir. Gələcəyə nikbin baxan Əli, müharibənin tezliklə bitməsini və əmin-amanlığın bərqərar olmasını arzuladığını bildirib. Arzularımız və gələcəyə bunu görürük ki, ən azından görürük, yox, yəni buna çalışırıq və bunu istəyirik ki, müharibə tezliklə sona çatsın, həyat normala dönsün, əvvəlki kimi normala dönsün və insanların yaşayışı, rifah halı əvvəlki vəziyyətinə qayıtsın və ən azından müharibə olmasın. Mukaçevada könüllülər həm mülki, həm də hərbi nəqliyyat vasitələrinin təmiri ilə məşğul olurlar. Texniki Xidmət Stansiyasının direktoru Valeriy Qunak qeyd edib ki, hərbi əməliyyatlar zamanı və humanitar missiyalarda nəqliyyatın fasiləsiz işləməsi çox vacibdir. Mənim texniki xidmət stansiyam olduğu üçün mənə təmir barədə tez-tez müraciətlər olur. İşlənmiş maşın aldığımız zaman onu dərhal hərbçilərin istifadəsinə vermək mümkün deyil. Onları texniki cəhətdən bərpa edib, sonra döyüş əməliyyatlarına hazır vəziyyətdə hərbçilərə təhvil veririk. Biz maşınları tam təmir olunmuş və rənglənmiş şəkildə təqdim edirik. Sifarişlərə uyğun olaraq xaki, yaşıl, qara və ya istənilən rəngdə boyuyuruq. Əsas istəyimiz odur ki, mükəmməl vəziyyətdə bərpa olmuş avtomobillər dərhal istifadəyə verilsin və silahlı qüvvələrimizin müdafiəsində lazımi fayda versin. Mukaçeva könüllüləri öz fəaliyyətlərini insanlıq və həmrəylik prinsipləri əsasında qururlar. Onların işi çox vaxt çətin və risklidir. Lakin fədakarlıqları minlərlə insanın həyatını dəyişdirir. Mukaçeva şəhərindən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan səsi üçün.